Salamlar hər birinizə əziz şagirdlər. Bu günləri sizlərə tərəməni izah eləyəcəyik. Başlanğıc hissədə tərəməni izah eləməkdən ötürü funksiya artımı və arqument artımından danışaq. Arqumentimiz bilirik ki, x-dir və x0-da x0 başlanğıc qiyməti olsun, x-dəki sonraki qiymət. Burada arqument artımı, yəni artım dediyinə nə etməliyik? Son qiymətdən başlanğıc qiymətə çıxmalıyıq. X çıxılsın x0 bərabər olur delta x. Delta dəyişmə deməkdir. Funksiyada isə f x çıxılsın f x0 bərabər olur delta f x-a. İndi məsəl üçün tutalım. 5 qiymətini qoyursunuz, 2 qiymətini qoyursunuz. 5-dən 2-yə çıxanda arqument artımı nə qədər olur? 3 olur. Burada da funksiya artımı necə hesablar? f5 çıxılsın f2. Bu da həmin delta f-imizdir. İndi keçid eləyək teoremanın tərifinə. Teorema nədir? Funksiya artımının arqument artımına nisbətən limiti varsa, bu limitə funksiyanın x0 nöqtəsində teoreması deyilir və y eşitdir f x və yaxud da dy bölünsün dx, y eşitdir x. Bunların hamısı teoreməni bildirir. Yəni həmin funksiyanın teoreması. İndi keçid eləyək, bu nə deməkdir? Deməli, f eşitdir x0, x0-da yəni ki, funksiyanın teoreması nə idi? Dedik ki, limit delta x yaxınlaşanda 0-a, delta y bölünsün delta x. Delta y funksiya artımıdır, delta x isə arqument artımıdır. Həmin bu nisbətin x0-da limiti varsa, bunda teoreması olur. Deməli, indi və yaxud da bunu necə yazırlar? F x0 bərabərdir limit delta x yaxınlaşanda 0-a f x0 üstəyənsin delta x çıxılsın f x0 bölünsün delta x. İndi bu ifadəni bəzən şagirdlər başa düşmürlər ki, bu hardan yaranır? Biz axı yazdıq ki, funksiya artımının arqument artımına. Funksiya artımı nədir? F(x) çıxılsın f(x0) yazmışdıq da, baxın, başlanğıc hissədə dedik. Və indi burada niyə görə bəs oldu ki, x0 üstəgəl delta x? Diqqət yetirin, burada mən yazmışdım ki, x minus x0 bərabərdir delta x-a. Buradan biz x-i tapmaq istəsək, çünki f-in daxilində nə var? X var. Tapmaq istəsək, neynəməliyik? x0-a keçilməliyik o üstəfə. Delta x üstə gəlir x0. Və həmin bu ifadə alınır. Deməli, f x0 üstə gəl delta x nə deməkdir? Elə f(x) deməkdir. Funksiyanın nöqtədə teoreməsinin olması onun diferensiallaşmasıdır. Diferensial olmasıdır, yəni ki, diferensial funksiya adlanır da. İndi keçid eləyək nöqtədə teoremənin tapılmasına. Məsəl üçün, yazır ki, f(x0). Bu nə deməkdir? Yəni ki, məsəl üçün, verilir sizə bir dənə funksiya, əvvəlcə onun teoreməsini tapırsınız. Daha sonra həmin o qiyməti yazırsınız. Məsələn, yazır f(5). Bu nə deməkdir? Əvvəlcə həmin o f funksiyasının teoreməsini al, sonra aparıb x-in yerinə nə yazacaq? 5 yazacaq. Sonra gəlir teoremənin fiziki mənası. Fizikada başlanğıclar dərslərdə var idi. V bərabərdir limit delta t yaxınlaşanda 0-a delta s bölünsün delta t. Yəni sürət nədir? Yer dəyişmənin, yəni yolun dəyişməsinin zaman dəyişməsinə olan nisbətidir. Bunu sonra bayaqki kimi limit delta t yaxınlaşır 0-a s t üstəyənsin delta t minus st bölünsün delta t. Bu da nə deməkdir? S t0 deməkdir. Yəni ki, həmin bu funksiyanın t0-dakı teoreməsi. Sonra gəlir əsas hissələr, funksiyanın cəmini, fərqinin, hasilin və nisbətin teoreməsi. Bir funksiyamız olsun u funksiyası, digəri də olsun v. Bunun teoreməsi nədir? Cəmin teoreməsi teoremələrin cəmidir. Yəni onun teoreməsi üstəyənsin v-nin teoreməsi. Fərq də həmçinin u çıx v-nin teoreməsi, onun teoreməsi çıxılsın v-nin teoreməsidir. Bəs hasildə necədir? Hasillə nisbətdə fərqlidir. Birinci u-nun teoreməsini alırsınız, vurursunuz v-yə, üstə gəlsin u vurulsun, sonra ikincinin teoreməsi. Nisbətin teoreməsində isə
bu bölünsün v-nin törəməsi bərabərdir. Məxrəci kvadrata yüksəldirsiniz. Daha sonra birincinin törəməsi var. İkinci. Arada burada toplama idi. Burada isə çıxma olur. Çıxılsın. Birinci vurulsun. İkincinin törəməsi. İndi onsuz başlanğıc hissədəki misalları deyəndən sonra nümunələri deyəcəyik. Ona əsasən yadınızda qalacaq. Bəzən olur ki, funksiyanın daxilində sabit olur. Məsələn, c vurulsun, f(x). Bunun törəməsində c-ni kənara çıxardırlar, olur f(x). İndi gələk əsas məsələ bəzi funksiyaların törəməsi. C-nin törəməsi, yəni sabit ədədin törəməsi 0-dır. Məsələn, 7-nin törəməsi nədir? 0-dır. 5-in törəməsi nədir? 0-dır. Sonra bu olsun birinci. İkinci isə x-in törəməsi. X-in törəməsi 1-dir. Bundan əlavə olaraq ümumi şəkli nədir? X-ü n-in törəməsi. X-ü n-in törəməsi nədir? N gəlir qarşıya, qüvvətdən 1 çıxırıq. Məsəl üçün nümunə olaraq x-ü 5 törəməsi nətər tapılır? 5 gəlir qarşıya və qüvvətdən 1 çıxırıq, olur 4. Daha sonra, məsəl üçün 1 bölünsün x-in törəməsini tapmaq istəyirik. 1 bölünsün x nə deməkdir? X-ü -1 deməkdir, düzdür? Bunun törəməsini tapanda nə edirik? -1 dediyimiz kimi qüvvət qarşıya gəlir. Bunun qüvvəti nədir? -1-dir. Mənfi qarşıya gəlir. Daha sonra 1 bölünsün, deməli, x-ündə -1 çıxılsın 1. Həmişə yadınızda qalsın. Qüvvətin törəməsində qüvvət qarşıya gəlir və qüvvətdən nə çıxırıq? 1 çıxırıq. Burada qüvvət nədir? -1-dir. -1-dən 1-i çıxırsınız. -x, bura nə eləyəcək? Bura eləyəcək -2. X-ü -2. Mənfi nə edir? Bunu tərsinə çevirir. Olur -1 bölünsün x üstündə nə? 2. Ona görə də birbaşa yadınızda qalsın ki, 1 bölü x-in törəməsi nədir? -1 bölünsün x kvadratıdır. Sonra keçid eləyək üçüncüyə. Sinus x-in törəməsi. Sinus x-in törəməsi kosinus x-dir. Kosinus x-in törəməsi isə olacaq nə? -sinus x. Sonra tangens x-in törəməsi 1 bölünsün kosinus kvadrat x-dir. Bunu belə yadda saxlayın ki, tangens x sinus x bölünsün kosinus x-dir. Məxrəci nədir bunun? Kosinus x-dir. Ona əsasən yadda saxlayın. Kotangens x-in törəməsi nədir? -1 bölünsün sinus kvadratıdır. Kotangens də nədir? Məxrəc nədir? Sinusdur. Kosinusla kotangens də mənfi olur. Bunu yaddan çıxartmaq lazım deyil. Daha sonra keçək loqaritmik funksiyanın törəməsi. Loqaritma a əsasından x-in törəməsi isə 1 bölünsün x ln a-dır və ln-ə görə, burada qarşısındakına görə a təbii olaraq 0-dan böyük və a fərqli olmalıdır 1-dəndir. Məsəl üçün, loqaritma 7 əsasından, məsəl üçün 5 yox, x. X-in törəməsi. Nə olacaq? 1 bölünsün x ln necə? 7. Bu şəkildə eləyirsiniz. Bəs ln x-in törəməsi nədir? Ln x-in törəməsi 1 bölünsün x-dir. Bunların hamısı nisbatları var. Yəni ki, bunlardan alınmadır. Niyə görə 1 bölü x eləyir? Məlum məsələ var. Çünki aparıb yerinə yazsaz, ln nədir? Loqaritma y əsasından x deməkdir. Onda nə edilir? 1 bölü x ln nə alınır? Ln y alınır. Ln y nədir? 1 deməkdir. Olur 1 bölünsün x. Bunlar çalışın, yəni tez-tez istifadə edin deyə yadda qalsın. Daha sonra keçid edirik a(x)-in törəməsinə. a(x)in törəməsi a(x) ln a-dır. Nümunəsi də nədir? Məsələn, 2x-in törəməsi nədir? 2x ln 2-dir. y(x)in törəməsi isə elə nədir? y(x)dir. Sonra gəlir tərs trigonometri funksiyaların törəmələri. Arc-sinus x-in törəməsi 1 bölünsün kök altında 1 minus x kvadratıdır. Arc-kosinusda sadəcə qarşıda mənfi var. 1 bölünsün kök altında 1 minus x kvadratı. Arctangensdə x-də 1 bölünsün 1 plus x kvadratıdır. Arc-kotangensdə yenə nə var? Mənfi var. Olacaq mənfi 1 bölünsün 1 plus x kvadratı. Sonra gəlir mürəkkəb funksiyanın törəməsi. Bu ən çox istifadə olunan və suallarda düşən mövzudur yəni ki. Məsəl üçün verib ki, y bərabərdir sinus 2x. Niyə görə bu mürəkkəb funksiyadır? Mürəkkəb funksiya məsəl üçün f, j, x-in törəməsi nədir? f'(j) vurulsun j'(x). İndi baxın. Burada 2 dənə funksiya var. Sinus funksiyası var
və sinusun daxilində nə var? 2x var. Ona görə bunu nə edirlər? Sinus 2x-in törəməsi vurulsun nə? 2x-in törəməsi. Sinus 2x-in törəməsi nədir? Kosinus 2x-dir. 2x-in törəməsi nədir? 2-dir. Çünki x-in törəməsi nədir? 1-dir. Olur 2 kosinus 2x. Sonra rasional asılı qüvvət şəklində olan funksiyanın törəməsində, məsəl üçün 4-cü dərəcədən x üstündə 5-dir və yaxud da belə deyək, x üstündə 4-də 5. Bunu beləncən yazırıq da, x üstündə 4-də 5. Burada nə edirik? 4-də 5 qarşıya gəlir, olur 4-də 5. X üstündə 4-də 5-dən nə edirik? 1 çıxırıq. Nə edir? 4-də 1. X üstündə nə? 4-də 1. Bu nə deməkdir? 4-də 5 kök altında 4-cü dərəcədən nə? X. Bu formada yazılır. Sabitin dedik, x-in dedik. Sonradakı məsəl üçün 2x plus 7-nin törəməsi. 2x-in törəməsi nədir? 2-dir. 7-nin də törəməsi nədir? 0-dır. Sonra modul x-in törəməsi. Modul x-in törəməsi x bölünsün modul x-dir. Qüvvətin törəməsində dedik. Daha sonra başqa bir nümunə yazaq. 1 bölünsün x üstündə 7. Bu nədir? X üstündə mənfi 7-dir. Mənfi 7 qarşıya gəlir, düzdür? Neyinirik? Mənfi 7-dən bir də 1 çıxmalıydıq da qüvvətdən. Olur mənfi 7, x üstündə nə? Mənfi 8. Olur mənfi 7. Deməli, x üstü mənfi 8 nə deməkdir? Tərsinə çevrilir də. Mənfiyə görə tərsinə çevirir. Mənfi 7 bölsün x üstündə 8. Loqaritmanı dedik, sinusu dedik, kosinusu dedik, tangens, kotangens. Bunları öyrənəcəksiniz. Daha sonra mürəkkəb funksiyalardan biraz nümunələr yazaq. Nümunəmiz başlanğıcdakı sinus 2x idi. Başqa bir nümunəmiz kosinus kubu x-dir. Bunun törəməsi. Bunu qüvvət şəklində birinci eləyirik. 3 qarşıya gəlir. 3 kosinus. Bundan 1 çıxırıq. Eləyir nə? Kosinus kvadratı x. Buna yetinmək lazım deyil. Çünki bunu sən qüvvət kimi elədin. Yəni x-i n kimi elədin. Nə etməlisən bir də? Bir də trigonometri funksiya kimi bunun törəməsini almalısan. Yəni kosinus x-in. Kosinus x-in törəməsi nədir? Mənfi sinus x deməkdir. Olur mənfi 3 kosinus. Mənfini qarşıya verdim. Kosinus kvadratı x olsun. Sinus x. Sonra olur məsəl üçün a üstündə fx-in törəməsi. Onda nə edirik? A üstündə fx. Çünki nədir? A üstü x-in törəməsi nədir? A üstü x ln a. Orası bir də nə etməliyik? Fx-dən törəmə almalıyıq. Nümunə kimi 5 üstündə 7x. Bu nə edirik? 5 üstündə 7x-in törəməsi nədir? 5 üstündə 7x ln neçə? 5. Bir də nə etməliyik? 7x-dən törəmə almalıyıq. 7x-in törəməsi nədir? 7-dir. Bu şəkildə də saxlayırıq. Sonra verir məsəl üçün y bərabərdir kök altında x kvadratı plus 1. Bax bunu yazırıq nə? X kvadratı plus 1 üstündə nə? 2-də 1. Yenə də 2-də 1 neyinidir? Qarşıya gəlir 2-də 1. Sonra x kvadratı plus 1. 2-də 1-dən nə çıxırıq? 1 çıxırıq. Vurulsan bir də nəyin törəməsi? X kvadratının. Çünki sabitin törəməsi nədir? 0-dır. X kvadratının törəməsi. Olur 2-də 1. X kvadratının törəməsi nədir? 2x-dir. Əvvələ yazsın. Vurulsan bu 2-də 1-dən 1 çıxanda nə edir? Mənfi 2-də 1 eləyir də. Olur x kvadratı plus 1 üstündə mənfi 2-də 1. Bərabərdir. Bu 2-lər gedir. Olur x vurulsun. Mənfiyə görə nə edir? Tərsinə çevrilir. Olur x kvadratı plus 1 üstündə 2-də 1. Bu 2-də 1 nə deməkdir? Kök 6 deməkdir. X bölünsün. Kök altında x kvadratı plus 1. Daha sonra 1 bölü x-in 2-in izah elədik. Deməli, kök 6 x-in törəməsini izah eləyək. Çünki suallarda daha çox düşənlər bunlardır. X 2-də 1-dir. X 2-də 1-in törəməsini tapanda 2-də 1 qarşıya gəlir. X üstündə 2-də 1 çıxılsın 1. Bu da nə deməkdir? 2-də 1 x üstündə nə? Mənfi 2-də 1. Və olur 2-də 1 x üstündə nə? Deməli, tərsinə çevirəcək də məxrəcə düşəcək. Kök altında 1 bölünsün. 2x-i 2-də 1 edir və 2-də 1 nə deməkdir? Kök 6 deməkdir. Olur 1 bölsün 2 kökdə x. Yəni kökdə x-in törəməsi nədir? 1 böl 2 kökdə x-dir. Sonra gəlir törəmənin tətbiqi məsələləri. Törəmənin birinci tətbiqi funksiyanın artma azalma aralığının müəyyənləşdirilməsidir. Kvadratik funksiyada artma azalma aralığının müəyyənləşdirilməsi M əsasən idi. Amma ki bəzi funksiyalar var ki, kvadratik funksiya olunur. Məsəl üçün y bərabərdir
x üstündə 5 minus 5x. Bu funksiyanın artma azalmalığını müəyyənləşdirməkdən ötürü şərt nədir? Məsəl üçün, verilib y bərabərdir bizə fx funksiyası. Bunun artma azalmalığı necə müəyyənləşir? Bunun törəməsini tapırıq f(x). Əgər sıfırdan böyük olarsa, yəni bu bərabərsizliyi həll edirsiniz, müəyyən bir x-ları tapırıq da, bu zaman x-lərə funksiyanın artma aralığını, əgər f(x) kiçik bərabərdir 0 olarsa azalma aralığını. Məsəl üçün, verilən nümunəyə baxaq. Bunun törəməsini tapanda nə olur? x(5)in törəməsi nədir? 5, x(4)dir. 5x-in törəməsi nədir? Minus 5. Böyüdür bərabərdir 0-dan. Hər tərəfə 5-ə böldük. x(4) minus 1 böyüdür bərabərdir 0-dan. Bunu da yazırıq. X kvadratının kvadratı minus 1'in kvadratı böyüdür bərabərdir 0. Və sonra kvadratlar fərqi kimi. X kvadratı minus 1, x kvadratı plus 1 böyüdür bərabərdir 0. X kvadratı plus 1 0-dan böyük bərabərdir. Yəni müsbətdir həmişə. Çünki x kvadratın ən kiçik qiyməti nədir? 0-dır. 0-ın üstünə 1 gələcəksiniz, 1 eləyəcək. Yəni bunun ən kiçik qiyməti nədir? 1-dir. Bu müsbətdir. İndi bu birsin işarəsi təyin etməliyik. Yəni x kvadratı minus 1-i 0-dan böyük bərabər götürməliyik. Ona görə də nə edirik? Bunun kökləri nədir? Mənfi 1-lə 1-dir. X minus 1, x plus 1 böyüdür bərabərdir 0. Köklər mənfi 1-lə 1-dir. Böyüdür olanda nə olurdu? Kənarlar olurdu. Mənfi sonsuzluq. Mənfi 1, birləşmə 1, müsbət sonsuzluq. Bu olacaq funksiyanın artma aralığı. Azalma aralığında isə yenə eynidir. Sadəcə burada nə olacaq? Kiçikdir, bərabərdir olacaq. Ən axırda da nə olacaq? Kiçik bərabər. Və nə olacaq? Mənfi 1-lə 1 olacaq. Deməli, funksiyanın artma aralığını müəyyənləşdirməkdən ötürü f(x) böyüdür bərabərdir 0. Azalma aralığı f(x) kiçikdir bərabərdir 0 olmalıdır. Sonra ikinci gəlir funksiyanın böhran və ekstrem nöqtələrinin tapılması. Böhran nöqtələri nədir? Böhran nöqtəsi odur ki, teoreməni sıfıra bərabər eləyirik, orada x-in müəyyən bir qiymətlərini tapırıq. Necə ki, məsəl üçün, bu teoremədə bərabərsizlikdə biz böyük bərabərdir 0 yazırıq. Orada sadəcə yazılar sıfıra bərabər. Teoreməni sıfıra bərabər eləyirik, x-i tapdığımız qiymətlər böhran nöqtələr və bir də ki, teoremənin olmadığı, həmin o daxili nöqtələr nə adlanır? Funksiya böhran nöqtələri adlanır. Məsəl üçün, verib ki, y bərabərdir fx funksiyası. İndi burada Fermat teoremi var. Fermat teoremində bizdə nə deyilir? Deyir ki, tutaq ki, müəyyən bir y bərabərdir fx funksiyası verilib. Həmin bu fx funksiyası x0 nöqtəsinin müəyyən ətrafında təyin olunub. Yəni, müəyyən bir x0 var, onun ətrafında təyin olunub. Təyin olunma nə deməkdir? Yəni ki, onun mənası var. Bəzən, məsəl üçün, verilir bizə funksiya 2 bölsün x minus 3. Biz nədir burada? Deyirik ki, 3-də təyin olunmayıb da. Həmçinin də burada elə bir x0 nöqtəsi var ki, onun müəyyən ətrafında təyin olunub. 3-də təyin olunmasa da, burada 3-ün ətrafında 4-də, 5-də, lap 3,5-də bunların hamısından nədir? Təyin olunub da. Həmin bu funksiyanın x0-ına ekstrem nöqtəsi deyilir. Və həmin o funksiyanın da deməli, f kvadratı deyirəm, f'(x0)'ın teoreməsi var həmin o nöqtədə. Məsəl üçün, 4 nöqtəsində təyin olunubsa, onun nədir? Teoreməsinin 4 nöqtəsində qiyməti var. Və həmin f'(x0) bərabər nə olur? 0 şərti ödəniləcək. Ekstrem nöqtəsində diferensialan funksiyanın teoreməsi var və həmin o teoremə nəyə bərabərdir? 0-a bərabərdir. Bunun tərsi yəni ki, doğru deyil. Yəni, teoremə ancaq, məsəl üçün, tapırsan, teoreməsini tapıb 0-a bərabərdirsə, həmin o nöqtədə. O demək deyil ki, yəni ki, həmin o nöqtə funksiyanın ekstrem nöqtəsidir. Olmaya da bilər. Ona görə də Fermat teoremi üçün bu şərt nə sayılır? Zəruri şərt sayılır. Biz həmin bu fx funksiyasını f'(x0), yəni ki, teoreməsini tapırıq, 0-a bərabər edirik. Həmin bu x0-a nə deyirlər? Stasionar nöqtə deyilir. Bayaq dediyimizdə həmin o stasionar nöqtədir. Həmin o stasionar nöqtə funksiyanın, yəni ki, ekstremi olmaya da bilər. Funksiyanın gəlir indi maksimum və minimum nöqtələrinə. Əsas məsələ yəni ki, bu hissələrdir. Bu hissələr biraz, necə deyim, nəzəri hissələrdir. Əsas bizə lazım idi, bayaqları dedik, tətbiqində funksiyanın artma azalmalıqları qaydası nətərdir? Teoreməsini tapıb 0-dan böyük götürürük, böyük bərabər, birində də nə edirik? Kiçik bərabər götürürük.
Sonradakı böhran nöqtəsini necə tapırlar? Törəmən sıfıra bərabər eləyirlər və yaxud da həmin o törəmənin təyin olunmadığı nöqtələrdə böhran nöqtələri sayılır. İndi bəs maksimum minimum nöqtədir. Funksiyanın maksimum və minimum nöqtələrinə onun ekstrem nöqtələri deyilir. Bayaqdan məsəl üçün biz ekstrem nöqtələri deyirik. Ekstrem nöqtələr onun maksimum və minimumdur. Funksiyanın bu təyin oblastları var. Təyin oblastı içində maksimum nöqtəsində aldığı qiymətə funksiyanın maksimum, minimum nöqtəsində aldığı qiymətə isə onun minimumu deyilir. Həmin bu funksiyanın maksimum və minimumları onun ekstremları adlandırır. Biri var ekstrem nöqtələri, bir də var funksiyanın ekstremları. Məsəl üçün verib ki, y bərabərdir 3-1 x kubu minus x. Bizə deyir ki, ekstrem nöqtələrini və ekstremlarını tapın. Neyini yeri birinci? Bunun dedik ki, törəməsinin sıfıra bərabərdir. 3-1 x kubu minus x iştirik bərabərdir 0. Əvvəlcə bunun törəməsini tapanda 3-1, bu 3 qarşıya gəlir, vurulsun 3 və bir vahid azaldır o x qat. Minus x-in törəməsi nədir? 1. Bu 3-lər ixtisar gedir, qalır x qat minus 1 bərabərdir 0. X qat bərabərdir 1, x də bərabərdir plus minus 1. Baxın, 2 dənə nöqtələri tapdıq. Mənfi 1 və 1. Bu həmin mənfi 1 ilə 1 nə sayılır? Böhran nöqtələri sayılır. Böhran nöqtələri dedik axı, nədir? Törəmənin sıfıra bərabər olduğu nöqtələrdir. Gələk indi araşdıraq ki, bu iki nöqtədən hansı maksimum nöqtədir, hansı minimum nöqtədir. Bunu interval şəklində mənfi 1 və 1-ə ayırırlar, intervallar ayırırlar və mənfi 1-in ətrafında qiymətlər qoyurlar. Həmin o nöqtələr aparılıb törəmədə yerinə qoyulur. Yəni ki, x kvadratı minus 1-də yerinə qoyulur. Məsəl üçün, mənfi 1-dən sol tərəfdə, yəni mənfi 2-nin yerinə qoyulsun. Mənfi 2-nin kvadratı nə edir? 4 edir. 4-dən 1 çıxanda 3 edir, müsbət edir. Mənfi 1 ilə 1-in arasında 0 edir. 0-ın kvadratı 0, 0-dan 1 çıxanda mənfi. 1-dən sağ tərəfdə, məsəl üçün 2 yerləşir. 2-nin kvadratı nə edir? 4, 4-dən 1 çıxanda nə edəcək? 3, müsbət eləyəcək. İndi diqqət edirik, mənfi 1 olan nöqtə hardan keçidilib? Müsbətdən mənfiyə. Baxın, müsbətdən mənfiyə. Bir nöqtəsi nə edib? Mənfidən müsbətə keçid edib. Aha, burada şərt nədir? Əgər müsbətdən mənfiyə keçirilsə, yəni mənfi 1 kimi olsa, onda deyirlər maksimum nöqtə. Əgər mənfidən müsbətə keçid edilirsə, onda nə olacaq? Minimum nöqtə olacaq. Deməli, mənfi 1-imiz bizim nədir? Funksiyanın maksimudur. Deməli, x max bərabər nə? Mənfi 1. Deməli, bu nə oldu? Funksiyanın maksimum nöqtəsi. Funksiyanın maksimum var, maksimum nöqtəsidir bu. Deməli, x minimum nə oldu? 1. Bu da nə oldu? Minimum nöqtəsi. Bəs funksiyanın maksimum və minimumunu necə tapırıq? Aparıb yerinə yazırıq. F x maksimum bərabərdir. Funksiyada yerinə qoyuruq. Funksiyamız artıq bizim nə idi? 3-1 x kubu minus x idi. Olur 3-1 maksimum mənfi 1 kubu. Çıxılsın mənfi 1. O da 3-1 vurulsun mənfi 1. Üstə gəlsin 1. Olur mənfi 3-1 üstə gəlir 1. O da nə edir? 3-2. Bu olacaq nə? Funksiyanın maksimumu. Minimum nədir? F deməli x minimum. Olur nə? 3-1 neçə tapmışdıq? 1 tapmışdıq da minimumu. Deməli, 1 kubu minus 1. Olur 3-1 çıxılsın 1. O da nə olacaq? Mənfi 3-2. Biz də bayaqlar demişdik ki, həmin funksiyanın maksimum nöqtələri var da, funksiyanın maksimum nöqtəsində aldığı qiymətə funksiyanın maksimumu, minimum nöqtəsində aldığına nə deyilir? Funksiyanın minimumu. Bunlar ikisi bir yerdən adlanır? Ekstremlar. Yəni 3-2 ilə mənfi 3-2 nə adlanır? Funksiyanın ekstremları adlanır. Amma ki, mənfi 1 ilə 1 nə sayılır? Bu sayılır ekstremum nöqtələri. Əsas hissələr də, yəni ki, bulardır. Maksimum nöqtəsinin tapılması, minimum nöqtəsinin tapılması, funksiyanın maksimum qiymətinin, minimum qiymətinin tapılması, artma, azalma, aralı tətbiqində əsas hissələr bilir. Sonra gəlir funksiyanın nöqtəyə çəkilmiş toxunanın tənliyi. Üçüncü hissə. Deməli, gəlir toxunanın tənliyində nədir? Verir ki, məsəl üçün bizə funksiyanı verir, y bərabərdir, məsəl üçün fx verir. Deyir ki, x0 nöqtəsində çəkilmiş toxunanın tənliyini yazın.
Onda nə edirik? X0-ı yerinə qoyanda nə olur funksiyanın qiyməti? F x0 olur. Deməli, A nöqtəsi nə sayılır? X0 və F x0. Həmin bu nöqtədə çəkilmiş toxunanın tənliyi necədir? Y bərabərdir F x0. Əvvəlcə funksiyada qiymətin qoyuruq yerinə. Nümunədə onsuz da göstərəcək. Sonra törəməsində aparıb yerinə qoyuruq. Bir də nə olur? X minus x0. Məsəl üçün, məsəl üçün belə bir sual var ki, fx verib bizə x kvadratı plus 4x və deyir ki, x0 bərabərdir 2 nöqtəsində çəkilən toxunanın bucaq misalı. Əvvəlcə biz nə etməliyik? Toxunanın tənliyini yazaq. Nə edir? F' x-i tapaq. Törəməsi nə edir? 2x plus 4 eləyir. Bir düstur nə idi? Y bərabərdir F x0 üstəyənsin F' x0 vurulsun x minus x0. Bu idi. İndi F2. Birinci əvvəlcə burada 2-ni qoymalıyıq. Olur 2 kvadratı plus 4 vurulsun 2. Olur 4 plus 8. İlir neçə? 12. Bir də törəmədə qoyuruq yerinə. Törəməmiz nədir? Burada qoyuruq. 2 vur 2 plus 4. O da nə edir? 8. Aparaq yerinə yazaq. F x0 neçə almışdıq? 12. Plus. Bunu neçə aldıq? 8 aldıq. 8 vurulsun x minus neçə? 2. Olacaq 12 plus 8x minus 16. Olacaq sadələşdirir. 8x minus 4. Toxunanın tənliyi bu olur. Toxunanın bucaq misalı isə olur 8. İndi məsəl üçün siz bu toxunanın tənliyinin hissəsində yazacaqsınız. Amma bucaq misalının hissəsində f' x0. Yəni funksiya verəndə sizə orada törəməsini tapırsınız, x0 qoyursunuz, o nəyə verir? Bucaq misalını verir. Daha sonra keçid eləyək. Müəyyən bizə funksiya verir. Məsəl üçün y bərabərdir x kubu minus 12x plus 1. Deyir ki, 3-4 parçasında ən böyük və ən kiçik qiymətini tapın. Əvvəlcə funksiyanın törəməsini tapılır. Parçada, yəni bu da nədir? Bu tətbiq odur ki, verilmiş parçada funksiyanın ən böyük və ən kiçik qiymətinin tapılması. Törəməsini tapırıq. Olur 3x kvadratı minus 12. Bərabərdir 0-a bərabər eləyirik. Törəməni 0-a bərabər eləyirik. Olur 3x kvadratı bərabərdir 12-yə. X kvadratı bərabərdir 4-ə. X bərabər olur nəyə? Plus minus 2-yə. İndi burada köklərimiz nə oldu? Mənfi 2 ilə 2. Əgər bu parçaya daxildirsə, verilən, yəni ki, bu qiymətlər mənfi 2 ilə 2 bu parçaya daxildirsə, yoxlayırıq qiymətləri. Əvvəlcə f2-ni hesablayırıq. Olur 2-nin kubu minus 12 vurulsun 2 üstə gəl 1. Olur 8 minus 24 plus 1. Bu eləyir 9. 9-dan da 24 çıxanda olur mənfi 15. Bir də f mənfi 2-ni qoyuruq. Olur mənfi 2-nin kubu plus olacaq burada. 12 vur 2 plus 1. Olur deməli mənfi 8 üstə gəl 25. Bu da nə olacaq? 17. Bir də uc nöqtələrində, parçanın uc nöqtələrində 3 ilə 4-də qiymətini qoyursunuz. F3-də olur deməli 3-ün kubu minus 12 vur 3 plus 1. 27 minus 36 plus 1. 28 minus 36. O da nə eləyir? Mənfi 8. Bir də F4-ü qoyuruq. Olur 4-ün kubu minus 12 vur 4 plus 1. 64 minus 48 plus 1. Olur 65 minus 48. Bu da nə eləyəcək? 17. Deməli. Burada mənfi 3-dür. Üzr istəyirəm. Burada mənfi 3-ü qoyuruq yenə. Mənfi 3-ün kubu bura toplama olacaq mənfi 27 plus 36 plus 1. Bu da 10 eləyir. Deməli, neçə tapdıq? Tapdıq ki, bunları silim. Tapdıq ki, 10, daha sonra 17 və mənfi 15. Deməli, bu qiymətlərdən maksimum qiyməti olacaq 17, yəni ki, ən böyük qiyməti, funksiyanın ən böyük qiyməti. Ən kiçik qiyməti isə olacaq nə? Mənfi 15. Yəni, əvvəlcə nə edirik? Törəməsini 0-a bərabər edirik, kökləri tapırıq. Bu aralığa daxildirsə, yoxlayırıq. Olur mənfi 15, 17. Sonra uc nöqtələrində qoyuruq. Mənfi 3-dən 4-ə qoyuruq. Birində 10 alıb, birində 17. İndi 4 dənə qiymətdir. Mənfi 15, 17, 10. 3 dənə qiymət. Çünki ikisi eynidir. Bunda ən böyüsü 17 olur. Ən kiçiyi də nə olur? Mənfi 15. Bu da verilmiş parçada funksiyanın ən böyük, ən kiçik qiymətinin tapılmasıdır. Teoremi ilə bağlı ümumi, yəni ki, qayda budur.
İndi vaxt olduqca da, yəni ki, bunun misalları ilə bağlı da izahlar atılacaq.